Herkese salam, kanalıma xoş gəlmisiniz. Nəhayət ki, mənim tem bağlamalarım gəlib çıxdı. Təbii ki, bu bir qismidir. Digərləri hələ də gömrükdədir. Yəqin ki, sizdə də eyni hal yaşanır. Artıq uzun müddətdir ki, xaricdən gələn mallar gömrükdə uzun müddət saxlanılır. Mən də ayın 12-si, yanvar ayının 12-si sifariş elədiyim mallar fevral ayının 8-də gəlib mənə çatdı. Gəlin başlayaq vaxt itirmədən açmağa. O kadar uzun bir müddətdir ki, artıq nə aldığımı belə unutmuşam. Başlayaq. Fevralda düşünürdüm ki, başqa da qar yağar. Bəlkə də yağar ayın sonuna doğru. Ona görə özümə belə bir tapaq almışam. Çox qəşəng, çox şirindir. Əslində Şahdağa getməyi də planlaşdırıram bir tərəfdən. Bunun da tükləri tökülürmüş bu arada. Üstündən bütün toz tökülür. Tozdur yoxsa öz tükləri də bilmirəm. Belə. Məncə qəşəngdir. Burası arxasıdır. Deyək. Belə. Qəşəngdir, şirindir. Qış paltarlardır bunlar çoxu. Düşünürdüm ki, artıq gələn düyməcəyik. Bu kızımın köynəyidir. Böyle boğazdır. Özdə indiki ölçüsünə uyğun almışam. 2-3 yaş almışam. Fikirləşdim ki, gələn artıq əyninə ümumiyyətlə olmayacaq. Yaxşı ki, gəlib çıxdı vaxtında. Şimdi ürünlü olanları hüsnlaşdırım. Bu dəfə nura alt şey almışam. Bir də belə bir lasindir. İçi amma mexlidir, qalındır. Belə. Keçək indi mənim olan əşyalara. Videonun sonunda əynimdə də geyinib yoxlayacağım. Belə bir köynəkdir, qalın. Tərs tikiş detayları var. Heç nə, bu belə qəşəngdir. İndi geyinəcəm əynimdə də baxarım, göstərərəm. Sonra belə qara cins bir şal vardı. Uzun sapaş geyinmək üçün almışdım. Bu əlcəklərimdir. Artıq qar yağa bilər. Mənim qış geyimlərim var. Çox gözəldir. Qara hazıram. Hər an yağa bilər. Daha sonra bunlar baxım məhsullarıdır. Nəyin nə olduğunu özüm də sizlə birlikdə ayırt edəcəm. Hə, bu telefon üçün işıqdır. Telefonu taxıb şəkil çəkmək üçün. Necə yanır bu? Belə. Şəkil çəkəndə artıq istifadə edəcəm. Sonra nədir? Bu saç üçün ətirdir. Qoxusu gəldi, çox qəşəngdir. Bilmirəm nə dərəcədə qalıcıdır, yoxsa yox. İstifadə edəndən sonra. Bu nədir? Hə, bu saç üçün, saçı uzatmaq üçün baxım məhsuludur. Mənim saçım artıq illərdir ki, uzanmır. 2022-yə qədər mənim çox uzun saçlarım olub. 2022-ci ildə qara saçdan açdırdım.
Əstleniyə dəyəndən sonra artıq çox pis dərəcədə yanmışdı. Gedib qısa kəstirdim. Ondan bəri də normal uzanmır. Rozmarin yağıdır belə. Serum. İstifadə edəcəm, görək nə dərəcədə yararlı olacaq. Bu nədir? Bu nədir ki, dağılıb belə. Saç üçün bu da argan yağıdır, amma yarısı dağılıb artıq. Bu nədir? Mən də bilmirəm. Bu qaş sabitləyicidir. Məncə dəyişiklik oldu. Gündəlik istifadə edirəm. Belə. Bu nədir? Bu xatırladım. Bu diş tozudur. Dişi ağartmaq üçündür. Rəyləri çox yaxşı idi deyə aldım bunu. Bilmirəm. Bunu da yoxlayıb sizə deyərəm. Necə olduğunu. Bu üz yumaq gelidir. 5-i birində. Belə. Sonra bu nədir? Bu konsiler. Son zamanlar göz altlarımda qaralıq biraz yaranıb. Normalda istifadə eləmirdim, amma son zamanlar biraz qaralıq yarandığını hiss edirəm. Ona görə də az miqdarda istifadə edəcəm. Ama çox ağ imiş o. Çünki hələ qarasını seçmişdim. Yox, amma içindən çıxardanda o qədər ağ deyil. Normaldır rəngi. Nədir? Bu da dodaq üçündür. Dodaqlarım son vaxtlar quruyur. Onu tətbiq eləmək üçün belə. Bu nədir? Bu da kirpi üçün baxım məhsuludur. Bunları indi ən azı bir ay istifadə edib, sonra necə olduqlarını deyə bilərəm. Bu isə pul yığmaq üçün qutudur. Birazdan quracam indi bunu. Burada dollarla yazılıb, indi mən manatla yığacam. 1000 manatlıq bir qutudur. Və sonuncu, bu da qızımın əncəkləri. Evet, çox qəşəngdir. Biz ana bala əməlli başlı şahtalara hazırlaşırıq. Belə əziz izləyicilər, videomun altında öz rəylərinizi, öz fikirlərinizi əsirgəməsəniz çox sevinərəm.
İndi gedirəm, aldığım geyimləri üstümdə yoxlayım, sizə də göstərim. Hələlik, sağ olun, salamat qalın. Qar yağa bilər, hazıram. Çox qəşəng oldu. Siz də öz fikirlərinizi yazın görək. Necədir? Bəyəndinizmi kombinimi?